Pulçuyla margarindan başqa bir şey vermədilər, ha? Bunu da gücdən almışam. Başlamışdılar ki, bu özü gəlib öz payına aparsın. Deyirəm azarı da inanmırlar. Cəbiş müəllim olmasaydı heç bunu da verməyəcəkdilər. Bizim Cəbiş də şey arayırmış. Bunu görürsən, ha? Ailəmizdə yaşamağı bacaran bir budur. Səninlə mən hər gün burada pulçu yeyirik. Amma cəbhədə əsgərlər qara çölə restoranından 100 lira tapılır. Yox, elə deyil. Cəbhədə əsgərlərə hər şey verirlər. Şirin süt, domuz əti, üstəlik şokolad, hamısını ora göndərirlər. Sən hardan bilirsən? Atam deyir, o hər şey bilir. Sənin atan ha, nə bilir o? Dezertir adamdır. Nə dedin? Bir dedi, kimin atası dezertirdir? Yaxşı xarızlanma. Ne dedim ki? Əlbəttə adamı yandırır da, amma neyniyəsən? Dezertirdir də. Sən özün fikirləş. Mənim atam hardadır? Cəbhədə, Məmmədən atır, o da cəbhədə. Zaurun, əlinin hamısını istəfədir. Bizdə də səni aparmadılar, hadi özün bilirsən də. Anadan gəlmə asab. Amma sənin atan, maşallah, pəhlivan kimidir. Sənə bir əli hop edib qaldırır. Özün də məndən şey istəyirsən. Amma boyda məətib keçmirsən. Yox, mənim atam dezertir deyil.